Salam dostlar, Mage baxırsınız. Bugün studiyamızda çox maraqlı qonaqlarımız var. Bildiyiniz kimi dünyanın ən böyük mahnı müsabiqələrindən biri olan Avroviziyada ölkəmizi Civa təmsil edəcək. Studiyamızın bugünkü qonaqları da elə təmsilçimiz Civa və Azərbaycanın Avroviziyadakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurovdur. Onlarla birlikdə səhnə tərtibatından, hazırlıqlardan və böyük səhnəyə aparan yoldan danışacağıq. Qonaqlarımız artıq studiyadadır. Xoş gəlmisiniz. Xoş gördük. Salamlayırıq sizi. Cəmilə xanım, klipiniz artıq ictimaiyyətə təqdim olunub, paylaşılıb. Necə keçdi ilk böyük klip çəkilişiniz? Çox gözəl keçdi. Hamı həyəcanlı idi, işləyirdi, əziyyət çəkirdi. Bütün komanda, bütün delegasiya çox əziyyət çəkiblər. Amma maraqlı keçmişdi. Yenə təcrübə aldım belə yeni bir klipdə. Orada bəzi məsələlər var idi ki, hansı ki çətin idi eləmək, amma Öhdəsindən nəticədə Səhnə adı olaraq Civa seçmisiniz. Nəyə görə bu adın hər hansı bir tarixçəsi var? Bəli, var. İndi sizə danışacağam. 2018-ci ildə bir label'la başladım işləməyə, adını çəkməyəcəm. Sadəcə deyiblər ki, musiqi platformalarda rahatdır, 4 hərf olsun ya da qısa olsun və eləyiblər Cəmilə Həşimova ondan 2 hərf götürüblər və soyadımdan. Həm də Civa bilirsiniz nə, Budizm var, onlarda Civa o sonsuzluq. Sonsuzluq. Yəni sonsuzluq olacaq. Həm də Civanı divaya oxşadırlar və klipinizi təqdim etdikdən sonra bəyənən insanlar sizə Civa yox, sən divasan yazmışdılar. O mənim xüsusi diqqətimi çəkdi. Əvvəl Səs Azərbaycan layihəsində olmusunuz və qalib olmusunuz həmçinin. Avroviziyaya qatılmaq qərarını necə aldınız? Bəlkə Səs Azərbaycandakı qalibiyyətiniz sizə necə deyim, təkan verdi və yaxud Düz deyirsiniz, Səs Azərbaycan təkan verib. Çünki mən axırıncı dəfə 2011-ci ya da 10-cu ildə milli seçim tura vermişdim. Orada iştirak eləmişdim. Amma sonra bəzi işlər başladı, özüm başladım işləmək. Bu dəfə də Səs Azərbaycandan sonra artıq qalib oldum və başa düşdüm, mənə suallar verəndə dedi ki, istəyərdiniz, dedim, istədim, artıq hazıram. Neçə ildir sənətdəsiz sizi tanımayanlar üçün? 2003-cü ildənəm. 22, 23, hətta 23 daha çox. Maraqlıdır ki, bu qədər təcrübədən sonra yekunda böyük bir səhnədə, yəni Səs Azərbaycanın qalibi olduqdan sonra belə bir qənaətə gəlirsiniz. Biraz təvəzzəkardır, yox? 23 illik təcrübədən sonra belə bir qərara gələ bilirsiniz ki, mən artıq daha böyük səhnə üçün hazıram. Düzdür, hər şey düz deyirsiniz, belədir. Turab bəy, bu il Azərbaycan nümayəndə heyəti Avroviziyaya hansı konsepsiya ilə hazırlaşır? Çox belə bilirsiniz necə sual verdiniz. Biraz tezdir onu açıqlamaq üçün. Biraz gözləməliyik. Çünki daha səhnənin o planlaması ilə bağlı, tərtibatı ilə bağlı işlər görülür. Konsepsiya üzərində müzakirələr aparırıq. Düşünürük ki, həqiqətən də çox belə yüksək səviyyədə, mümkün qədər yüksək səviyyədə təmsil edək ölkəmizi, Azərbaycanımızı. Ümumiyyətlə, bizdə hər zaman aktual şüar da var. Bir komanda olaraq da düşünürəm ki, ölkəmizin aktual şüarıdır. Çox bəyənirəm o şüarı. Biz birlikdə güclüyük. Ona görə elə Cəmilə ilə, mən digər delegasiyamızın üzvləri ilə birlikdə əl-ələ vermişik və çalışırıq ki, gördüyümüz iş həqiqətən də yüksək səviyyədə olsun. İnşallah ki, elə də olar. Hal-hazırda artıq gördüyünüz klip hazırdır. Bundan sonra əsas məsələ PR promosiyalarıdır. Onların növbəti aylarda ta deyərdim elə Avroviziyanın yarım final günlərinə, ondan sonra post kommunikasiya planımız da var. İnşallah ki, finala da keçərik və ondan sonra da təbii ki, artıq bilirsiniz, planlar tükənməzdir. O qədər şey, o qədər komandamız kreativdir ki, ideyalarımız çoxdur, vaxt azdır və çalışırıq ki, onların aralarından ən yaxşılarını, ən gözəllərini seçək və həyata keçirək.
100 müraciət var idi bu il, səhv eləmirəmsə. Tamamilə Rəqəmləri tam xatırlamaya bilərəm. Və bu qədər çox maraq var, bu qədər çox müraciət var. Bilirik ki, müəyyən gizlin səs vermə və sizin deyə bilib deyə bilməyəcəyiniz məsələlər var. Bilməyənlər üçün bizə izah eləyə bilərsiniz ən sadə dildə. Seçim turu necə baş verir və Civanın seçilməyində əsas meyarlar nə idi? Deməli, bu il bizə tamamilə düz qeyd etdiniz, 100 müraciət var idi və 186 mahnı. Ondan sonra biz dinləmələr keçirdik. Dinləmələrdən təxmini 10 təxmini yox idi, dəqiq rəqəm deyim, 18 nəfər cəlb olundu canlı dinləmələrə. Canlı dinləmələrdən biz 2 nəfər seçdik. Amma ondan öncə artıq Cəmilə xanım Səs Azərbaycanın qalibi kimi seçilmişdi həmin o short listdə. Çünki artıq Səs Azərbaycanın qalibi olmaq bu avtomatik olaraq səni o siyahıda yerini tutur, yerini bəlirləyir. Seçilirsən. Evet. Bəli. Bəli, bəlirləyirsən və məhz bu səbəbdən də top üçlüyümüz bu cür formalaşdı və ondan sonra da artıq yenidən öncəki o canlı dinləmələrdə olduğu kimi yenidən bizim fokus qrupumuz həm xarici, həm yerli mütəxəssislər vardı. Öz rəylərini bildilər, səslərini verdilər və Cəmilə xanım qalib oldu. Nə gözəl. Biz bilirik ki, son illərdə final mərhələsinə təmsilçilərimiz təəssüflər olsun ki, vəsiqə qazana bilmir. Bu baxımdan sizcə bu il hansı strategiyanı dəyişməlisiniz və yaxud dəyişmisiniz ki, biz inanırıq ki, bu il biz finala vəsiqə qazanacağıq? Ümumiyyətlə mənə elə gəlir ki, bütün rəylərə və biz təbii ki, hörmətlə yanaşırıq bütün tənqidi olan rəylərə. Sadəcə olaraq və hər zaman fanlardan da, Avroviziya fanlarından və hər kəsdən onu gözləyirik ki, biz bəli bilmək istəyirik, eşitmək istəyirik, nəyi daha da yaxşı eləyə bilərik, nələr üzərində işləyə bilərik, amma istəyirik konstruktiv. Konstruktiv rəyləri məsələn bu il daha çox nəzərə almışıq və konstruktiv rəylərdən özümüzə lessons learned deyirlər, dərs götürmüşük ki, nələr düzəlmək olar. Məsələn, çox maraqlı rəylər gəlir ki, səhnə və həqiqətən də elədir. Çünki Avroviziyanı həmin gün seyr edəcək insanların, izləyicilərin çoxu fanlar deyil. Onlar sadəcə olaraq izləyicidirlər, televizora qoşacaqlar və ilk dəfə seyr edəcəklər və səs verəcəklər. Fanlara, yəni fanlarla müqayisədə fanlar elə ilk gündən oturub izləyirlər, yəni ki, bu sosial şəbəkələrdə Avroviziyanın öz saytında ki, hansı ifaçılar, hansı ölkələr, hansı ifaçılarla təmsil olunacaq, onlar öncədən bilirlər bütün proqramı. Və məhz təsəvvür edirik ki, özünüz üçün siz açırsınız televiziyanı, görürsünüz ki, orada Cəmilə çıxış eləyir və onun səhnəsi belə sürpriz dolu bir şeydir də, çox maraqlı. Bu o şok faktoru yaradır və indi hal-hazırda onun üzərində çalışırıq ki, həqiqətən o şok faktoru yaxşı mənada onu yarada bilək. Spoiler xarakteri daşıdığı üçün yəqin ki, bizə çox deyə bilmirsiniz. Tamamilə doğrudur, tamamilə doğrudur. Çünki mən də onu desəm, artıq şok faktoru yaşatmayacaq heç kimə. Deyirəm, yaxşı mənada sözlərimi yozmayın. Yaxşı, biz də səbirli olub gözləyərik, izləyərik. Cəmilə xanım, biz gələn rəylərdən danışdıq və bizə maraqlıdır ki, təmsilçi kimi daha çox rəylər sizə gəlir. Sizin səhifənizə yazırlar, birbaşa yazanlar da olur. Bəli. Normal olaraq yaxşı və pis rəylər var. Buna münasibətiniz necədir? Ümid edirik sizi ruhdan salmırlar. Heç ruhdan, bilirsiniz, əksinə mən lap güclü oluram. Məndə belə bu işləyir. Bilirsiniz, hamının rəyləri hamıya hörmət eləyirəm. O onların fikridir. Onlar da bizə məsləhət kimi nəsə verə bilərlər. Həm də nəsə, bəlkə nəsə negativ var, şəxsi nəsə yazırlar. Bilirsiniz necə? Fikir vermirəm, yox. Sadəcə normal yanaşıram, neytral yanaşıram. O hər adamın fikridir. Avroviziya həm də səs vermə müsabiqəsidir. Buna görə biz auditoriyanın rəyini həmişə nəzərə alırıq, aydın məsələdir. Və biz konstruktiv rəylərdən danışdıq. Siz hansı rəyləri konstruktiv hesab edirsiniz? İradların hansıları haqlı hesab edirsiniz? Yəni var belə yanaşmalar ki, siz deyirsiniz, düzdür, mən buna xüsusi diqqət yetirəcəm, hazırlaşanda bunu nəzərə alacağam. Əlbəttə var, əlbəttə. Bir-iki dənə rəy var idi. Mən onları çalışacağam, eləyim. Əlimdən gələni eləyəcəm. Nəzərə tuturam. Çox gözəl. Mən bir dənə onu əlavə eləyim, üzr istəyirəm ki, Cəmilə xanımla ümumiyyətlə işləmək, ilk növbədə onu istəyirəm ön plana çəkək.
o qədər gözəl insandır ki, o qədər rahatdır ki, bunu heç də belə yaxşı səslənmək üçün, yəni biz gözəl komandayıq, o baxımdan etmirəm. Həqiqətən də çox gözəl insandır və o qədər rahatdır ki, Cəmilə xanımla işləmək. Mən düşünürəm ki, bu da elə uğurun əsasında duran faktorlardan biridir. Ki, rahat iş keçsin, güclü komanda işi. Və mən fikirləşirəm ki, bu daha belə deyək, yolumuzun başlanğıcındayıq və artıq rahatdırsa, davamlı olaraq biz ideyalarımızı, hər bir şeyi ortaya qoyub gözəl bir şey ortaya çıxacaq, bundan əminəm. Və təbii ki, rəylərə də belə deyirik, qiymət veririk və diqqət də veririk. Cəmilə xanım, təqdim etdiyiniz mahnının tarixçəsi barədə istəyirik bizə danışasınız. Müəllifi kimdir, necə yarandı və necə qərar verdiniz ki, məhz bu mahnı ilə biz ölkəmizi təmsil etməliyik? Məncə bu mahnı çox gözəldir, lirik mahnıdır. O mənə uyğundur və o mahnı daşıyır güclü olmaq, yəni o hissləri istəyirəm göstərmək o mahnıda. Amma necə yaradılıb onu Turab müəllim desin. Mən deyərəm, bizim çox gözəl bir bəstəkarımız var, Azərbaycanlı bəstəkar Fuad Cavadov. Fuad müəllim Amerikada yaşayır. Fuad müəllim özü bir çox yerli sənətçilərlə, sənətkarlarla işləyib. Mübariz Taxiyevdir, İlhamə Quliyevadır, Nisa Qasımovadır və s. və ilaxır. Çox möhtəşəm əsərlər yazıb həqiqətən də. Və Amerika Bəstəkarlar Assosiasiyasının üzvüdür özü. Bu mahnını yazıb və çox qəşəng də yazıb. Uzun-uzadı danışa bilərəm Fuad müəllimlə bağlı. O qədər maraqlı insandır ki, və artıq mahnını bizə təqdim edəndə biz başa düşdük ki, bəli, yəni mahnı çox gözəl mahnıdır və Civa da onu eşidəndən sonra dedi ki, bəli, bu odur. Bu odur və çox maraqlı bir məqama toxundu. Dedi ki, bu mahnı mənə uyğundur. Bu ahəng çox əhəmiyyətlidir də biz bilirik. Civa, biz bilirik ki, həmçinin Avroviziya şəbəkələşmə, digər sənətçilərlə ünsiyyət qurmaq, networking dediyimiz şəbəkələşmə üçün çox yaxşı və uğurlu bir platformadır. Bu baxımdan düzdür, hələ ki tanışlığınız baş tutmayıb, amma sosial şəbəkələrdən yəqin ki, Avroviziyanın da öz saytından görürsüz təqdim etdiyi ifaları. Münasibətiniz necədir? Kimləri bəyənirsiniz xarici təmsilçilərdən? Kimləri özünüzə rəqib görürsüz? Rəqib hamını orada görürəm özümə. Çünki çox güclü mahnılardır, çox belə möhtəşəm, xoşuma gəlir. Amma özüm mən çox bəyəndim Kipr. Kipr çox xoşuma gəlir. O xanım nə gözəl oxuyur, necə mahnıdır, belə şən. Nə bilim, klipi çox gözəldir, çox bəyənirəm onu, onlara dəstəyəm mən. Həm də İsrail də çox xoşuma gəldi, maraqlı mahnıdır. Oğlan ifaçı da maraqlıdır. İsrail və Kipr ən mənim belə bəyəndiyim. Necə düşünürsünüz? Avroviziya sizə bu qədər şey qatacaq, aydın məsələdir. Bunlara heç sadalamağa da ehtiyac yoxdur. Bəs sənətçi dostlar, həmkarlar qazanmaq baxımından sizcə nə qatacaq? Mən çox istəyirəm kimlənsə orada dostlaşım. Çünki bu belə maraqlıdır. Xaricdə başqa dostlarım var, amma bu məhz Avrovision təmsilçiləridir və istəyirəm onlarla yaxşı münasibət həmkarlarınızdır. Turab bəy, biz bilirik ki, Avroviziya səhnəsi texniki baxımdan çox mürəkkəbdir və digər səhnələrə bənzəmir. Bu baxımdan hansı kriteriyalara xüsusilə diqqət yetirirsiniz? Düzdür, biz bilirik ki, şok effekti yaratmaq üçün müəyyən mənada sürpriz qalmalıdır və bizə çox spoiler verməməlisiniz. Amma yəni xüsusi diqqət yetirdiyiniz komanda olaraq kriteriyalar varmı? Bilirsiniz, o qədər dəyişib ki, hal-hazırda. Məsələn, ötən illə, ondan öncəki illə müqayisə etsək səhnə tərtibatını görərik ki, hər il nələrsə dəyişir. Və artıq 4 il bundan öncəyə, 2 il bundan öncə və ya keçən il istifadə olunan dekordan ya səhnə tərtibatından artıq istifadə olunmur. Halbuki elə həmin səhnə tərtibatı şok yaşatmışdı və təkrarlanmamaq lazımdır. Çünki bilirsiniz ki, bir çox çıxışları da ondan öncəki il çıxış edən sənətçilərin həmin yəni o mahnılarına, çıxışlarına bənzədirlər tez-tez. Və bu baxımdan biz istəyirik ki, unikal bir şey olsun. Unikal olmalı sadəcə olaraq. Bəzən bilirsiniz necə
bilirsiniz ki 6 nəfər olmalıdır maksimal olaraq səhnədə. Bəzən o 6-nın 6-sında çox kreativ istifadə edirlər. Bəzən tək adam çıxır, elə bir şou yaradır ki, o kifayət qədər, bəli, eynən. Məsələn, buna sübut kimi Fransanın çıxışı, keçən ilki çıxışı möhtəşəm bir çıxışı idi. Əlavə olaraq Portuqaliyanın Salvador Sobral tək çıxdı, mahnısını oxudu və qalib gəldi. Ona görə çox dəyişkəndir və mənə elə gəlir ki, bu trendlərin heç vaxt tam olaraq bilmək olmur. Əsas o hansısa bir naxışlar var ki, hansılara o qaydalar riayət etmək lazımdır. Amma %100 formul hələ məncə aşkarlanmayıb. Yəni hazırlıq prosesi hələ də davam edir. Siz hələ də bütün konstruktiv rəyləri nəzərə alırsınız. Digər təmsilçiləri də izləmisiniz. Maraqlısı odur ki, Civaya eyni sualı ünvanladıq. İndi maraqlıdır sizin fikriniz. Digər performansları izləmisiniz. Sizcə Civanı onlardan fərqləndirən nədir? Civanın bir sözlə güclü tərəfi nədir? Onun həqiqətən də çox təvəzzükar, yaxşı mənada təvəzzükar olması və bu dərhal hiss olunur. Yaxşı insan olması, gözəl səsinin olması onu fərqləndirir. Təbii ki, orada da çox gözəl səslər var, amma Civanın çox belə özünə məxsus məxməri səsi var. Mən düşünürəm ki, digər yarışmacılardan çox fərqlənir. Ondan əlavə olaraq Civanın mən onu bənzədirəm Barbara Streisanda. Çox maraqlı görünüşü var. Bunlar hamısı, yəni hamı yadda qalan, ondan əlavə Qafqaz olaraq qadınıdır da, tipik Qafqaz qadını. uzun uzadı danışa bilərəm mən Civa ilə bağlı. Çox belə xarizması var, maraqlı insandır. Başqa nə demək olar? Nə qədər mən Civanı utandırmayın. Qəşəng üslubu, sonra geyim stili, imici, çox qəşəng. Dostlara qarşı olan münasibəti və mən əminəm ki, həmin rəy yazanlar Civanı tanısa, indi baxır o rəy yazana da, ondan ən yaxşı dost olarlar. Mən şəxsən Civanı özümə ən yaxın dostlarımdan biri. Artıq yavaş-yavaş, yenicə tanış olmuşuq, amma yavaş-yavaş məncə o fazaya keçirik. Çox şadam ki, Turab müəllimlə işləyirəm. Gözəl delegasiyadır və Turab müəllim həmişə mənə dəstəkdir, kömək eləyir. Çox şadam sizlə işləmək Turab müəllim. Qarşılıqlıdır. Əla, biz inanırıq ki, bu gözəl komanda işi və aranızdakı ahəng işinizə də təsir edəcək müsbət mənada. Çox sağ olun vaxt ayırıb gəldiyiniz üçün. İnanırıq ki, uğurla təmsil edəcəksiniz bizi. Ümid edirik. Çox sağ olun. Uğurlar. Siz sağ olun, təşəkkür edirik. Belə dostlar, bir buraxılışımızın da sonuna gəlib çatdıq. Magda başqa hansı mövzuları görmək istəyirsiniz? Elə bu barədə bizə sosial şəbəkələrimizdən yazmağı unutmayın. Sağ olun.